Uşaqlar, mən 79-cu səhifədə olan bir məsələ ilə başlamaq istəyirəm. Sonra 80-də bizim çalışmalarımız yoxdur. 81-ci səhifə ilə davam eləyəcəm. İşçi ayda, bir ayda, bu birdir, bir ayda 640 manat maaş alır. Aldığı maaşın 640 manatın 8də bir hissəsi kommunal xərclərə. Kommunal xərclər yəqin ki, siz biləniniz də var, bilməyəniniz də var. İşıq pulu, qaz pulu, su pulu, telefon pulu. Bax, bunlar birlikdə hamısını tək-tək ümumi deyəndə kommunal xərclər deyirlər. Qalan pulun, kommunal xərclərə gedən pulu biz ümumi puldan, maaşdan çıxırıq. Yerdə nə qalırsa, o pulun o qədər qalanın 7də 4 hissəsi ərzağa gedir. Ərzağın da nə olduğunu yəqin ki, bilərsiniz. Çörək, qənd, çay, ərzaq yeni şeylərdir ümumiyyətlə. Yeməyə işlənir. İşçinin nə qədər pulu qaldı? Bax, biz onu hesablamalıyıq. Ümumi pulun 640 manatdır. 640 manatın 8də bir hissəsini tapırıq. Bu gedir kommunal xərclərə. 640 vurulsun 8də 1-ə bərabərdir. 640-ı vururuq 1-ə, bölürük 8-ə. 8 ilə 64 bilirik ki, ixtisar gedir. 8-i 8-ə 1, burada mən üstünə xətt çəkim, göyünə 1 düşər. 64-ü 8-ə 8. Yanına bu sıfırı da gəlirik, 80. 80-i 1-ə vurub 1-ə böləndə elə 80 eləyər. İstəyirsiniz yazım, siz birbaşa 80 manat. Deməli, kommunal xərclərə gedir 80 manat. 640-dan indi 80 manatı çıxaq. 640-dan qalan pulu soruşur. Bax, burada yazılıb qalan pulun 7də 4 hissəsini tapmalıyıq ki, ərzağa nə qədər gedir. 640 manatdan çıxıram 80 manat kommunal, burada M da yaza bilərik. Bərabərdir. Bu da eləyir 560 manat. 60 manat. Bax, bu pulun 560-ın 7də 4 hissəsi ərzağa gedir. 560 manat vurulsun 7də 4-ə. Bu da bərabərdir. 560 surətə vurulur. 4-dən bölünür 7-yə. 56 ilə 7 ixtisar gedir. 7-ni 7-yə bölsək 1, 56-nı 7-yə bölsək 8, 0 da gəlir yanına 80. 80-i 4-ə vurarıq, bərabərdir. 80-i 4-ə vurmaq üçün 8-i 4-ə vururuq 32, 0 da gəlirik yanına, bölünsün 1, bu da eləyir 320 manat. Deməli, ümumi kommunalla ərzağa nə qədər pul işləndi? Biz maaşdan, yəni 640 manatdan çıxaq, kommunala gedib 80 manat, ərzağa da gedib 320 manat. Bu iki pulu çıxırıq ümumi maaşdan, bərabərdir. Deməli, 80 üstünə 320 gəlsək, eləyər 80, bu da 320, 400 manat. 240 manat qalacaq. Bərabərdir, 400 manat çıxsaq, 240 manat pul qalır. Bəs bu qalan pul maaşın nə qədər hissəsidir? 240 manat maaşın hansı hissəsidir? Onu tapmalıyıq indi ki, görüm neçə hissəsidir. 240 manat pul olacaq, deməli, neçədən neçə hissəsi 240 manat eləyər? Doğrudan mı 240 qaldı? Bəli, bəs mən niyə burada 120 tapıb çaşıb qalmışdım? 120, bəli, mən 240 qalır. Doğrudan da 240 manat qalır. 80, bu da 320. 400 çıxmışam, 240. Neçə yerə bölək 64-ü? 3 yerə bölsək eləyər. 3-ə bölünürmü 64? Yox, 4-ə bölünür.
Onda 240 manatı belə hesab eləyirəm. 6-ya vursam neçədə 6 hissəsi olar bu. Bunu mən indi bu da eləyəcək uşaqlar 240 manat. 640 manatı vursaq 8-də 3-ə 640 vur 3 böl 8. 64 ilə göylə çəkim. 8-i 8-ə 1, 64-ü yaxud 640-ı 8-ə 80. 80-i də 3-ə vursam 240 eləyər. Böl 1 bərabərdir 240. Deməli 640 manatın 8-də 3 hissəsidir 240 manat. Bu 7 nömrəli misal idi. Səhifə 79-cu səhifədə. Bu biraz canlı izah tələb eləyən məsələdir. Biraz bu hissə uşaqlara çətin gələn bir məsələdir. 81-ə baxırıq indi. 81-in birincisinə. Səhifə 81-in birincisinə. Hesablayın. Hesablamalıyıq. Birinci vurma olur. Bax bunu eləyirik. Sonra da bunu eləyirik. Və bunun cavabının üstünə ikinci elədiyimiz misalın cavabını gəlirik. Burada baxaq nə alarıq. Bax buradan elə burada baxıram uşaqlar. 3 ilə 3 ixtisar gedir. Bəzi misallarımız var deyə hesablamamışdan ixtisar edin. 3 ilə 3 ixtisar getdi. 2-ni 2-yə 1, 4-ü də 2-yə 2. Burada 1 qaldı. Burada da 1 qalmışdı. 1-i 1-ə vursaq 1, 2-ni də 1-ə vursaq 2. 2-də 1. Bu misalın birinci hissəsinin cavabı 2-də 1. Mən buraya yazıram. 2-də 1. Üstə gəl. İndi bunu biz birinci adi kəsir formasındadır. 6-da 1. Bunu düzgün olmayan kəsirə çevirirəm. Üstə gəl. 6-da 1 bölünsün. 1 vur 8, 8, 3, 11. 8-də 11. Bu da bərabər eləyər. 2-də 1 üstə gəl. Üstə gəl. Deməli, bu tərsinə çevriləcək. 6-da 1 vurulsun. Bölməni vurma eləyəndə ikinci kəsir tərsinə olur. 11, 8. 66-da bu da bərabər eləyər. Ardını mən qırmızına yazıram, bura qarışmasın deyə. 2-də 1 üstə gəl. Üstə gəl. 8 bölünsün 66. 66-da 8. 8. Bu da bərabərdir. 33-ə vursam olacaq 66-da 33. Düz ixtisar eləmədimmi yəni? Bunu yerini dəyişdim. 11 aşağı düşdü. 8 düzdür. Bu da belə düzgündür. 8-də 11. Düzdür. 66-da 33. Üstə gəl. 66-da 8. 33-dən 7 versək 8-dən bura 41. 41. Bu da 66. İxtisar getmir. Belə qalır. Aha, 2-də 1-i üstünə gəldik mi? Bəli, 2-də 1-i çevirdik. 33-ə gəldik. 33-ə vurduq. Hesabladıq. Burada da birinci. Bunu vururuq. Bunu eləyirik. Birinci bunu 3-ə vursam, 5-də 3-ü 3-ə vursam eləyəcək 5-də 9. Yazıram. Bərabərdir. Qoy altından yazım elə. Bunun yerinə yazıram. 5-də 9. Çıxılsın. Mötərizənin cavabı. 2 çıxılsın 1 tam 5-də 1. Bunu mən mötərizənin içərisində yazım, yoxsa yazmayayım. 2-ni yerinə yazıram. 2 bölünsün 1. Çıxılsın. Bunu da düzgün olmayan kəsirə çevirəndə olur. 5-də 6. Bu mötərizənin cavabını ayrı hesablayıb yazacağam. Bölünsün. Bunu da düzgün olmayan kəsirə çevirəndə 3-də 4. Bölünsün 3-də 4. Bərabərdir. 5-də 9. Çıxılsın. Bunu 5 eləsəm məxrəcini 10 olmalıdır. Yoxsa 5.
5 eləsəm olacaq 5-də 10. 5-də 10 çıx 5-də 6. 5-də 4 bunun cavabı. 5-də 4 bölünsün 3-də 4-ə. 3-də 4 bərabərdir. 5-də 9 olduğu kimi yazıram. Bunu da çevirəndə uşaqlar bu tərsinə olanda 4 vurma olacaq. 4 aşağıya gələcək. 3 yuxarı. 4 ilə 4 gedir. Qalır 5-də 3. Bərabərdir. 5-də 9. Bu hissəni də bəlkə yazın. Başa düşməzsiniz. Qoy bunu da yazım onda burada. Bərabərdir. 5-də 9. Çıx. Çıxdı bu. 5-də 4. Vur. 4-də 3. 4'lər 4'ə bölünür. İkisi də yerlərində 1 qalır. 1, 1. 1'i 3'ə vursam 3. Bu da 5'i də 1'ə 5. 5'də 3. 5'də 9'dan da 5'də 3'ü çıxsam 5'də 6 qalar. Bərabərdir. 5'də 6. 1 tam 5'də 1. Bu ikincinin cavabıdır. Bunun da altdan yazacağım uşaqlar. Bunu hesablayaq. Deməli, yenə də çıxmada demişəm ki, mən həmişə uşaqlar düzgün olmayan kəsirə. Bir dənə toplamada çevirməyə bilərsiniz. Çıxmada, bölmə, vurmada mütləq düzgün olmayan kəsirə çevirin. Bu eləyəcək 3'də 10. Bu mötərizənin cavabı. 3'də 10. Mötərizənin cavabı yox. Bu mötərizənin cavabını hesablayıram. Bu 10'dur. Çıx. 2 vur 9, 18. Bu da 4, 20. 9'da 18, 4, 22. Bu bir mötərizə. İkinci mötərizə böl. Deməli, 8'də 11. Çıxılsın. Burada 4'lərlə fikir verin uşaqlar. Bu tərs kəsirlərdir. 7'də 4, 4'də 7. Onun yerinə qalır 1. 1 qalır. İndi biz bunu çevirməzdik. Eyb yox, yazıram 1 bura. Çıxılsın, bunun da yerinə qalır 1. Çıx 1. Deyək mən bu mötərizədə, bölmədən sonra olan mötərizədə bilsəydim ki, bunun cavabı 1 olur, mən bunu çevirməzdim. Elə qalardı 1 tam 8'də 3. Ona görə də mən bunu silirəm. Elə yazıram ikinci mötərizədə. 1 tam 8'də 3 çıxılsın 1. Bu bölümə. Bu mötərizənin içində bax bunlardır ancaq, bunlar yox. Bərabərdir. Bunun məxrəcini 9 eləyəcəm. 3'ə vuracam. Olacaq 9'da 30. 9'da 30. Çıxılsın. 9'da 22. Bölünsün. Bu mötərizənin cavabı bölünsün. 8'də 3. 1 tam 8'də 3'dən 1'i çıxırıq. Qalır 8'də 3. Bu da bərabər eləyər. 9'da 30'dan 9'da 22 çıxsa qalar 9'da 8. 9'da 8 bölünsün. 9'da 8 bölünsün. 8'də 3'ə. 8'də 3'ə. Bunu da davam eləyirik. Bəli, düz oldu da. Belə bunun cavabı 9'da 8 böl 8'də 3'ə. Bərabərdir. 9'da 8 vurulsun 3'də 8. 3'də 8. 8 yuxarı çıxdı. Bu da bərabərdir. 8'i 8'ə 64. 27. 27. Buradan da tamı çıxardıb yaza bilərsiniz. Daha məndə yer olmadığından yazmıram. Şifahi deyim onda. 69'un içində 27. 69'u bölürəm 27'yə. 3 dəfə. 3 dəfə 9, 27. 2 yadda yox. 3 dəfə yox. 2 dəfə. 2 dənə 27, 54. 54.
69'dan da 54 çıxsam 5, 15. Qalacaq 27-də 15. 2 tam 27-də 15. Bunun cavabıdır. 2 tam 27-də 15. Davam eləyirəm buradan. Bərabərdir. Vuranda 4'lər gedir. Bax, bunu şifahi eləməyə çalışaq. Bu 4 ilə bu 4 gedir. 1 qalır. Burada da 1 qalır. Yazmıram. 3'ü də 3'ə vursam 1. Burada da 1 qalmışdı. 3'ü 3'ə bölsəm 1. 9'u da 3'ə bölsəm 3. 3'də 1'i burada 1 oldu. 1'ə vursam elə 3'də 1. Bu olur 3'də 1. 3'də 2'dən 3'də 1 çıxsam mötərizənin cavabı olacaq 3'də 1. 3'də 2 çıx. Bunların cavabı 3'də 1 idi. Yazıram bura. 3'də 1. Mötərizənin cavabı oldu 3'də 1. Vurulsun 5'də 3'ə. 5'də 3'ə. Üstə gəlinsin. 2'də 1'i bölürəm. 2'də 1. 4'ün yerinə yaza bilərəm. 4 bölünsün 1. Tərsinəsini də yazıram. Vurulsun 4'də 1. İndi bunu vursam olar 15'də 3. Bu 3'ü də yazmışam. 5'də 3. 15'də 3. Üstə gəl. 15'də 3. Üstə gəlinsin. 8'də 1. 8'də 1. Bərabərdir. Üstə gəlmədə ixtisar olmur. Məxrəclər müxtəlifdir. 8, bu da 15. Bunlar üçün neçə seçmək olar? 60. 68'ə bölünürmü görək? Yaxud da 15'i 8'ə vururam. 15'i vururam 8'ə. 44 yadda. 22. 1, 8, 4, 12. 120. 120, 60. 60 15'e bölünür. 60 8'e de bölünür mü? 5 vur 8, 6 vur 8, 7 vur 8, 56 bölünmür. 120. 120 eləmək için 60'ı vururam. 15'i vururam 8'e. 120. 8'e vurdum. 24. 120'de 24. Üste gel. 120'de 15. 120'de 15. Beraberdi. 120'de 24, bu da 15. 39. Bu da bu misalın cevabıydı. Burada ne deyilir? İfadenin qiymətini hesablayın. A'nın yerine yazıram. 4'də 3. A 4'də 3'ə bərabərdir. Hər 3 misalda da A var. Burada, bir də burada 4'də 3 yazacağım. Görə hesablaşdıra biləcəyəmmi? 2 tam üstünə gəlirəm. 4'də 3'ü bölürəm. 1 tam 4'də 1'ə. Yazaq görək. Biraz kiçik yazacağım. Sonra üstünə bunun cavabını gələcəyim. 2 tam 14'də 7. 7. Üstə gəl. 4'də 3 bölünsün. A'nın yerine 4'də 3 yazdım. Bölünsün. Bunu da düzgün olmayan kəsirə çevirirəm. 4'də 5. Bu da bərabərdir. 2 tam 14'də 7. 7. Üstə gəl. Bunu da 5'də 4'ə vursam. 5'də 4'ə. Vursam olacaq cavabı 5'də 3. Üstə gəl. Ben bu hissəni də qoy tərsinə çevirin, başa düşün. Birinci kəsiri olduğu kimi yazıram. 4'də 3. Vurulsun 5'də 4. 4'lər ixtisar gedir. Bax burada 4 ilə bu 4 gedir. Qalır 5'də 3. 2 tam 14'də 7'nin üstünə 5'də 3 gəlirəm. Bərabərdir. 2 tam 14'də 7. Üstə gəl 5'də 3. Ardını eləyin uşaqlar. 14 ilə 5 məxrəcləri bərabərləşdirib bunları toplayın, eləyin. Burada da götürəcəyim A'nın yerinə 4'də 3. Bunun davamını sizə həvalə edirəm uşaqlar. 4'də 1 vurulsun
4'də 3 çıxırıq buradan. 4'də 3. A 4'də 3'dür. 2 tam 4'də 3'dən 4'də 3'ü çıxsam 2 tam qalır. Bu qalır 2 tam. 4'də 3'dən 2'də 1'i çıxsam, bunu mən qaralamada eləyim ki, sonunda belə yerdən ötürü mətəl qalmayaq. Şimdi bunu buraya qədər yazıram. 4'də 1 vurulsun. 2 tam 4'də 3'dən 4'də 3 çıxdım, qaldım mötərizənin içərisində. 2 tam, bu mötərizədə 2 tam vurulsun. Burada da vurdu ha. 4'də 1 vur 2 vurulsun. Bəlkə mötərizəni sildim. 4'də 3'dən 2'də 1 çıxacağım indi burada. 4'də 3'dən 2'də 1. 4'də 3 çıx 2'də 1. 4'də 3'ü olduğu kimi saxlayıram. Bunu da 4 eləyirəm. 2'yə vururam. 4'də 2. Bu da bərabərdir. 4'də 1. Bunun da cavabı oldu 4'də 1. 4'də 1 vur 2 vur 4'də 1. Yine tekrar 4'də 1'e bərabərdir. 4'də 1 vur. 2'ni yerine yazıram. 2 bölünsün 1 vurulsun 4'də 1. Bu da bərabər eləyər. 2 bölünsün 16. 16'da 2. İxtisar gidəndə qalacaq 8'də 1 bərabərdir. 8'də 1 bunun cavabını. Hara qeyd edeyim. 8'də 1 bərabərdir. Bunun üçün hesablayıram indi. 4'də 3'də. 2'də 1, 5 tam 2'də 1'i düzgün olmayan kəsirə çevirib, bax bunu 4'də 3 çıxıram qaralamada. 5'i vururam 2'yə 10, 2'də 11 çıxılsın 4'də 3. A'nın yerinə 4'də 3. Bərabərdir. Bunu 4 eləmək üçün 2'yə vururam. 4'də 22 çıx 4'də 3. 19 olacaq çıxanda. 4'də 19 bunun cavabı. 4'də 19 böl. İkincini tapıram. 4'də 3 üstə gəl 2 tam 4'də 1. 4'də 3 üstə gəl. Bunu da düzgün olmayan kəsirə çevirək. 2 vur 4. 8, 9. 4'də 9. Bərabərdir. 4'də 12. Tam almıram hələ ki. 12'ni 4'ə bölsəm 3 düşər. Və yaxud da 4. 12'ni 4'ə bölsəm 3. Deməli bu mötərizənin cavabı olacaq 3. Bölünsün 3'ə. Bu da bərabərdir. 4'də 19 bölünsün 3 böl 1. 4'də 19 vurulsun 3'də 1 bərabərdir. 12'də 19. İxtisar yoxdur. İndi biz B'ni 3'də 2. 5'dən çıxacağam. 3'də 2'ni 3'də 7'də 3'ə vurur. 3'də 2'dir bu. Uşaqlar. 3'də 2'dir mi? Bəli. Bərabərdir. 5 çıxılsın. 3'də 2 vur 7'də 3. 3'də 2 vur 7'də 3'ə. 5. 5'i mən belə yazıram uşaqlar. Hələ ki qoy qalsın 5. Çıxılsın. Bunları bir-birinə vursam olacaq. 3 ilə 3 gedir. İxtisar qalır. 7'də 2. 2'ni vursam 1'ə. Da nə işarəsi var? Bəli, çıxılsın. 2'ni vururam 1'ə 2. Məxrəcdə də 7. Bərabərdir. 5'in yerinə 35 böl 7 yazıram. 35'i 7'yə bölsəm 5 olar. Həm də məxrəci də eyni olar bununla. 7, 7. Çıx 7'də 2. Bax bu kəsirlərin çıxılmasının, toplanmasının və belə bir qəfil özünüzdən fikirləşməlisiniz buna. 5'in yerinə yazdım 35 bölü 7
5 olur. Bu da bərabərdir 7-də 33. İxtisar eləmirik burada, amma tamı çıxardırıq. 28-i bölürəm 7-yə 4 tam 7-də 5 bərabərdir. 4 tam 7-də 5. Bir də deyirəm cavabı 4 tam 7-də 5 görünməsə. B vur B. Yəni neçə? 3-də 2 vur 3-də 2 9-da 4 eləyər. Bax bunun cavabı 9-da 4. 1 tam 3 B 3'də 2'dir. 2 dənə B'dir yanaşı vuranda. 3'də 2'ni 3'də 2'yə vursaq 9'da 4. 3'də 1 çıxılsın bu mötərizəni hesablayıram. Bərabərdir. 3'də 1 çıxılsın 9'da 4. Bunların hasili. 9'da 4. Sonra mötərizəni bağlayıram. Mötərizəni bağlayıram. Vururam 9'dan 7'yə. Bunu 9 eləməliyəm. Olacaq 3. 9'da 3. 3'də 1'dir mi? 1 tam 3'də 1'dir. Mən 3'də 1 yazmışam. 1 vur 3, 3. Bu da 1, 4. Bu da 4'dür. Bu 4'dür. 3'ə vuranda olur 9'da 12. 12'dən də 4 çıxsam 8. 9'da 8 bərabərdir. 9'da 8 vur 9'da 7. 9'da 56. 9'da 56. 5 dəfə 6 dəfə 9 54 bərabərdir. 6 tam 9'da 2. 6 tam 9'da 2. Yenə də burada götürürük B'ni. Götürürəm neçə? 3'də 2. 3'də 2'dir. Görə bir də diqqətlə baxaq. Bəli, 3'də 2'dir. Yenə 3'də 2'ni 3'də 2'yə vururam. Olur 9'da 4. 4'dən çıxacam 9'da 4'ü bərabərdir. 8'də 3 vurulsun. 4'dən çıxacam 9'da 4'ü. 4'ü yerinə yazıram. 36 böl. Mötərizədə yazıram. 36 böl 9. 4 eləyər. Çıx. 9'da 4. Bunların hasili 9'da 4 verir. Çünki 3'də 2, 3'də 2'dir. Bunu da 4'ün yerinə məxrəc bərabər 9 olsun deyə 36'nı böldüm 9'a, elə 4 eləyir. Bərabərdir. 8'də 3 vurulsun. Çıxanda onlar 32 böl 9. 36'dan 4 32 böl 9. Burada uşaqlar 3 ilə bunları ixtisarlarını eləyim. 9'u 3'ü 3'ə bölsəm 1, 9'u 3'ə bölsəm 3 düşər. 8'i 8'ə 1, 32'ni 8'ə bölsəm 4. Surətdə qalacaq 4. Məxrəcdə isə 3. 1 tam 3'də 1. 1 tam 3'də 1 cavabı. Bəli, misal 3. Misal 3'də növbəti 2 ədədi özünüz yazın. Bu belə izah olunur. Belə natural ədədlər üçün biz eləmişik. Məsələn 2, 5, 8, 11. Belə bir neçə ədədi də biz yazmalıyıq. Bunu natural ədədlər üçün eləmişik. Bu ədəd neçə artıb? 2'nin üstə 3 gəlmişik 5, 5 üstə 3 8, 8 üstə 3 11. Bəs bu 3'ü gəlir ya 3. 2'nin üstə 3 5, 5 üstə 3, 8 üstə 3. Bu 3'ü necə tapmışıq? 3'ü tapmaq üçün bu ikinci ədəddən birinci ədədi çıxıb həmin üstünə neçə gəlirəmsə onu tapıram. İndi bunu mən bu hissədə tapım sizin üçün. Bax burada yerimiz. Yəni burada nə edəcəm? Mən 3'ü tapacağam. 3'ü deyəndə ki bizdə 3 olmayacaq. 1 tam 10'da 5, 15, 1 tam 5'də 1'dən 5'də 3'ü çıxacaq.
Bak bunu siz də yaza bilərsiniz. Bəlkə qırmızına yazın burada. 1 tam 5'te 1'den 1 tam 5'te 1'i çevirim ile olacak 5'te 6. 5'te 6'dan çıxıram 5'te 3'ü. Eləyər 5'te 3. Deməli 5'te 3 üstünə 5'te 3 gəliblər. 1 tam 5'te 1. 1 tam 5'te 1 üstünə 5'te 3 gəliblər. 1 tam 5'te 4. Biz indi 1 tam 5'te 4'ün üstünə 5'te 3 gələk. 5'te 3 gələk. Bu da eləyər 1 tam 5'te 7. 1 tam 5'te 7. Bak bura düşəcək. Növbəti 3 ədəd. 2 ədəd yazaq deyir. 2 ədəd istəyir bizdən. 1 tam 5'te 7. 1 tam 5'te 7. Bunun da üzərinə 5'te 3 gəlirəm. Üzərinə gəlirəm 5'te 3. Bu da bərabərdir. 1 tam 5'te 10. 1 tam 5'te 10. Onu da 5'e bölsəm 2 tam, bu da 1 tam. Olacaq 3 tam. Sonraki ədəd olacaq 3 tam. Şimdi burada da elə. 3'də 1'dən 9'da 2 çıxacam. Ki görüm neçə artıb bu. Onu tapmaq üçün. Deməli, mən daha bir vərəq götürüm. Sizə təmiz vərəq deyəcəm. Bəli. 3'də 1'dən bunu çıxım görək. 3'də 1 çıx 9'da 2. Beləcə tapılır. Sizdə yer olarsa bak bu misalı bu araya yazın. Bərabərdir. 3'e vururam. 9, 3. Çıx 9'da 2. Oldu 9'da 1. Bu misalı siz bu araya yazın. 9'da 1 qədər artır. Deməli 9'da 2'nin üstünə 9'da 1 gəliblər. Olub 3'də 1. 3'də 1'in üzərinə 9'da 1 gəliblər. 9'da 4. Biz 9'da 4'ün üzərinə 9'da 1 gəlməliyik. Şifahi gələk görək. 9'da 5. 9'da 5. Bunun da üzərinə 9'da 1 gəlsək. 9'da 6. 9'da 6 eləyər. 9'da 6 da 3'e ixtisar gedir. Olur 3'te 2. Sonra olur 3'te 2. 9'da 6 da ixtisar elədim. 3'te 2 yazdım. Burada necə tapırıq? 2'də 1, 4'də 3'dən 2'də 1 çıxıram. Bu hissəni tapmaq üçün. 4'də 3'dən 2'də 1'i çıxacam. Bunu da bir də göstərim sizə. Birdən müəllim sizdən hər şeyi belə tələb eləyirsə, bax bu misalı buraya yazın. Bu yazdığım misalı rəqəmlər yaxşı görünmədi. Bu araya yazın. 4'də 3 çıx 2'də 1. Bundan bunu çıxım görün bunun üstünə nə qədər gəliblər. Bərabərdir. 4'də 3 çıx. Bunu da 4 eləsəm 2'yə vururam. 4'də 2. 4'də 1. 4'də 1 artıb. 1'in üstə 4'də 1 gəlsək eləyər 1 tam 4'də 1. 1 tam 4'də 1'in üstünə də 1 tam 4'də 1'in üstünə də 1 tam 4'də 1'in üstünə gəlsək 4'də 1 eləyər 1 tam 4'də 2 ixtisar gedər qalar 1 tam 2'də 1. 1 tam 2'də 1. Burada da yenə burada baxaq görək. 2 tam 3'də 1'dən çıxıram. 2 tam 3'də 1'dən 2 tam 6'da 1'i çıxacam. 2 tam 3'də 1'dən çıxıram. 2 tam 6'da 1'i. 2 tamdan 2 tam çıxsam heç nə qalmayacaq. 3'də 1'dən də 6'da 1. 2'yə vururam. 6, 2. Çıx 6'da 1. 6'da 1 olacaq. 2 tam 2'də 1. Sonraki 2 ədədi tapmaq üçün 2 tam 2'də 1'in üstünə 6'da 1 gəlirəm. 2 tam 2'də 1 üstə gəl 6'da 1.
bərabərdir. 2 tam 2'ni 3'e vururam. Olur 6, 3. Üste gel 6'da 1. Bu da bərabərdir. 2 tam 6'da 4. 2'ye ixtisar getsə 2 tam 3'də 2. 2 tam 3'də 2. 2 tam 3'də 2. Sonraki ədəd. 2 tam 3'də 2'nin üstüne 6'da 1 gəlirəm bu dəfə. Bunun üstüne 2'də 6'da 1 gəldim. Bunu tapdım. Bunun da üstüne 6'da 1 gəlib. Növbət ədədi tapacağım. 2 tam 3'də 2. Görək, boş bir kağız yine tapaq. 2 tam 3'də 2. Üste gel 6'da 1. Bərabərdir. 6'da 1 gəlirəmsə 2 tam 6'da 4. Üste gel 6'da 1. Bu da beraber 2 tam 6'da 5. 2 tam 6'da 5 olacak. 6'da 5. Təsəvvürləyin ki, bu 10'da 4, bu 6'da 5. Bu ədədlərin cəminin 5 misli. Bu misal 4'dür. Səhifə 81. Misli, yəni vurmaq deməkdir. 5 qatını tap. 5 qatını. 5 dəfə deməkdir misli. 5 qat. 5 dəfə. 5 dəfə artır. Yəni vurmaq deməkdir. Bu ədədlərin cəmini. Bunları cəmləyirik. Bir cəmləyiriksə 1 tam 5'də 3. Üstə gəl 1 tam 5'də 4. Yazaq. Üste gelsek 2 tam 5'te 3 ile 5'te 4'te eləyər 5'te 7. 2 tam 5'te 7. 2 tam 5'te 7. Vurulsun 5'e. Bu da bərabərdir. 17. 5'te 17. Vurulsun 5'e belə də vura bilərik. Bax 5. 5 bu dəfə surətə vurulur. Bərabərdir. 17 vur 5. Bölünsün 5'e. Bu da bərabərdir. 5'lər ixtisar olunur. 5'ləri elə bu 5'i də bu 5'i də 5'e bölsək yerlərində 1 qalır. 17'ni 1'e bölüb 1'e bölsək, 1'e vurub 1'e bölsək elə 17 eləyər. 8'də 3 hissəsi 27 olan ədəddən, yəni 27'ni bölürük 8'də. Biz dedik ki, hissə veriləndə bölünür. 27 böl 8'də 3'e. Bu da bərabərdir. 27 böl 1 vur 3'də 8. Dəyişdim. Vurmaya çevirdiğim için kəsri tərsinə çevirdim. 3 ilə 27 ixtisar gedir. 3 dəfə 9 27. 3'ü 3'e bölsək 1, 27'ni 3'e bölsək 9. 9'u da 8'e vursak 72. 1'i də 1'e vurarsa 1, 9'u 8'e 72. Bərabərdir 72. Həmin bir ədəddən 1 tam 3'də 2 dəfə kiçik. Dəfə kiçik ədədi tap. Yəni bunu bölməliyik 1 tam 3'də 2'yə. 72'ni. Burada mən bir göy xət çəkim. Siz altdan yazarsınız uşaqlar. 1 tam 3'də 2'yə bölürük 72. Bölünsün 1. Elə 72 eləyir. 1 tam 3'də 2'ni də düzgün olmayan kəsirə çevirsəm 3'də 5. Bu da bərabərdir. Vururam 72 böl 1 vurulsun 5'də 3'e. 3'e. 72'ni 3'e vurub 5'e böləcəm uşaqlar. Mən bunu kalkulyatorla eləyirəm, vaxtımızı çox almasın. 72 vur 3. 72 vurulsun 3. Bərabərdir.
216 böl 5. Sözsüz ki bölünməyəcək 5'e. 5'e bölünmək için sonu 5 ya da 0 olmalıdır. Bölünsün 5'e. Bərabərdir. 43 tam. 43'ü vururam 5'e indi. O hissəni 43 vur 5. 215. 215. Ha, 5'te 1 olacak bu. 43 tam. Bəli, 72'ni vurdum 3'e böldüm. 43 tam elədi. 43 tam 5'te 1. Qalıq 1 olur burada. 5'te 1 bərabərdir. 43 tam 5'te 1. Qoy 72'ni 3'e vurdum. Görək bir də təkrar yoxlayım oranı. 72 vur 3. 216 böldüm 5'e. Böldüm 5'e. Bəli, 43 tam düzdür. 43 tam 5'te 1 cevabı. Görək bu bənd davam eləyir mi? Yox. Tənlikləri həll edin. X'i tapırıq. Vurmalı tənlikdir. Hasil verilen vurğa bölünür. X bərabərdir. 6'da 5 bölünsün 3'te 1'e. X bərabərdir. 6'da 5 vurulsun 1'de 3'e. 15 bölünsün 6. X bərabərdir. 15 bölünsün 6. Bu da bərabərdir. 2 tam 3'te 1. 2 tam 3'te 1. Elə mi eləyir? 2'de 1 mi? Bu hissəni mən sonra tapacağım. X bərabərdir. 12'ni götürdüm. 6'ya böldüm. 12'ni 6'ya böldüm. 2 tam. 3 kaldı. 6'da 3. Bura 6'da 3 yazmıram. 6'na 3 de ixtisara gedir. Qalır 2'de 1. X 2 tam 2'de 1'e bərabərdir. Burada bölmədir. Məchul ortada olanda bölmə əməlidir. Məchul da tənlik bölməli tənlikdir. Məchul ortadadır. Bölən məchul olanda 6'da 5'i buna bölürük. Bölməli tənlik elə bölmə ilə tapılır. B bərabərdir. 6'da 5 bölünsün 2'de 5'e. B bərabərdir. 6'da 5 vurulsun 5'te 2'ye. Burada da ixtisar gedir. 5 ilə 5 yerlərində 1 qalır. Hər ikisi 5'e bölünür. 2'ni 2'ye 1, 6'nı 2'ye 3. Onda yuxarıda qalır 1. B bərabərdir. 1. Məxrəcli yuxarıda deyən surətdə 1. 1'i 1'e vurdum. 3'ü də 1'e vurdum. 3. 3'də 1. B 3'də 1'dir. Bu tənlik eləyirəm. Vurmalı tənlikdir. Yenə də vurğulardan biri məchuldur. Hasil verilen vurğa bölünür. 1 bölünsün. A bərabərdir. 1 bölünsün. 1 tam 7'də 2'ni düzgün olmayan kəsirə çevirəndə olur 7'də 9. A bərabərdir. 1'i belə də yaza bilərik. 1 bölünsün. 1 vurulsun. 9'da 7. Bu da eləyir elə 9'da 7. A bərabərdir. 9'da 7. İxtisar olmur. Y bölünsün 2 tam 3'də 1. Bölməli tənlikdə burada bölmə ortada olanda bölmə ilə tapdıq. Bölməli tənlikdə. Belə bir söz yoxdur ya riyaziyyatda. Sizi baş salmaq üçün deyirəm. Bölməli tənlikdə məchul bölünəndir, başdadır. Onda vurma ilə tapılır. Yəni 2'də 1 vurulsun buna. Y belə tapılır. Y bərabərdir. 2 tam 3'də 1'i buna vur. Yaxşı da bunu buna vuraq. 2'də 1 vurulsun. Bunu da düzgün olmayan kəsirə çevirək. 3'də 7. 2 vur 3 6. Bu da 1 7. Y bərabərdir. 7 bölünsün 6'ya. Y bərabərdir.
1 tam 6'da 1. 4 dənə tənlik idi. Bunu da bax belə elədik. Burada isə bunların yerinə boş xanalara deyir, hansı ədədlər yazıla bilər? Bu kiçik olmalıdır bundan. 1 tam 6'da 5'ten kiçik olmalıdır. Bu. Ben buraya yazarım 1 tam. 1 götürərəm bunu. 1 olmaq için de buraya yazarım 6. 6'nı 6'ya bölərəm, olar 1. 1 tam 6'da 5'ten kiçikdir də 1 tam. 1 tamdan da kiçikdir 3'də 1. Burada 1 tam 4'də 3, 1 tam 5'də 1. 1 tam 4'də 3'dən kiçik, 1 tam 4'də 2 götürərəm. Götürərəm 1 tam 4'də 2. Bunun yerine 1 tam 4'də 3'dən kiçik, 1 tam 4'də 2 götürərəm. Və yenə də qaralamadan istifadə edeyim. Bunun yerine götürürəm 1 tam 4'də 2. Düzgün olmayan kəsirə çevirirəm. 1'i vururam 4'ə. Bu çünki tamı yoxdur. Düzgün olmayan kəsirdədir. 4 üstünə də 2 6. 4'də 6. 1 tam 4'də 2 götürdüm. 4'də 6. İndi mən elə eləməliyəm ki, məxrəc 20 olsun. Onda 5'ə vururam. Bunu da 5'ə vururam. Bunu da 5'ə vururam. 20'də 30. Yuxarıya yazıram 30. 30 burada. 30 ile 20 ona ixtisar getsə qalacaq 2'də 3. O da 1 tam 2'də 1 deməkdir. Və yaxud da 4'də 2 deməkdir. Burada yenə də deməli 1 tam 6'da 5. Bu da olmalıdır. 1 tam bu da 1 tam diye uşaqlar. Bunda da 1 tam 3'də 1'dir. Düzgün olmayan kəsir formasında verilir. 1 tam 3'də 1'dir. Yəni biz bunu 1 tam eləyə bilmərik. Onda kiçik olar. Bundan kiçik olar. Bu 1 tam 6'da 5'dir. Bunu eləyək 1 tam 6'da 4. Buna baxıb bunu kiçildirəm. 1 tam 6'da 4 yazıram bunun yerinə. Görək olacaqmı? 1 tam 6'da 4. Bundan kiçik götürdüm. 6'da 4. Bərabərdir. Düzgün olmayan kəsir formasında olduğu üçün mən də düzgün olmayan kəsirə çevirirəm. 6'da 10. Axı 12'dir bizdə. 12'dir. Onda 12'dirsə. Dəftər o qədər cırmışam ki, hissəsi yaxşı görünmür. Belə. 6'da 10 aldım. 1 tam 6'da 5'ten götürdüm. 1 tam 6'da 4 kiçiyini. Bundan kiçik 1 tam 6'da 4 götürdüm. Bunu da düzgün olmayan kəsir ona göre çevirdim ki bu düzgün olmayan kəsir forması. 6'da 10 oldu. İndi axı biz məxrəci 12 eləməliyik. Bunu 12 eləmək 2'yə vururamsa bunu da 2'yə vururam. Onda olacaq 12'də 20. Buraya yazıram 20. Burada da həmin qaydada 10'da 17. Buraya yazaq 10'da 16. Görək bu ne olacaq onda? 1 vur 5. 5, 6. Olacaq 6. İndi bunu bir dəfə artıraq bəlkə. Bu tərəfdən başlayaq. 5'də 6, 10'da 12 olacaq bu. Bu 12 ilə 17'nin arasında bir ədəd götürmək. 12 ilə 17 arasında ədəd götürmək olar. 14 götürmək olar. 15 ve 15 götürək. Sonra ikisi də belə düzgün olmayan, biri heç olmayan düzgün olmayan kəsir olsun. Onda asandır. Yenə də burada bir tam verilib 2 tam. Bu 2 tamdan böyük olmalıdır. Yəni bura 12 yazsaq 12'ni bölərik 6'ya 2 tam. 13 yazaq buramda. 13 yazsaq bundan böyük olacaq. 2 tam 6'da 1 olacaq. 6'da 1. Bu isə 2 tam 3'də 2. 2 tam 3'də 2 elə 2 tam 6'da 4 tam. Hə düzdür. Bunu 13 yaza bilərik. 6 bunu deməli 12'ni 6'ya bölsək 2 tam olar, amma böyük olmalıdır. 13 yazıram bura. 13.
13'ü 6'ya bölsəm 2 tam 6'da 1. 2 tam ondan kiçikdir. 2 tam 3'də 2 də bundan böyükdür. Bunları eləməyi bacarın uşaqlar. Bu deyəsən 7-ci axırıncıdır. Hələ yenə var, məsələlərimiz də var bizim. Deməli, bu nədir? Ədəd oxunda olan ədədlər bunların hansılarıdır? Məsələn, tamı yoxdur, 0 tam. 1-dən kiçik. 1-dən kiçik, biz demişdik ki, düzgün kəsirlər 1-dən kiçikdir. Buradan bu olan hissəni 3 yerə bölüblər. 2, 2, 2. 3'də 1 hissəni götürüblər. 3'də 1 də budur. Deməli, bax, bu var. Sonra 1 tam 5'i 3'e bölsəm 1 tam 3'də 2, 1 tam 3 yerə bölüb 1 hissə, 2 hissə götürüblər. Bu da var. 2 tam 5'də 4. Bu da var. 2 tam 5'də 4. Olmayan bax budur. Burada 4'də 5. 9'u 4'e bölsək. Amma 2 tam 5'də bunu da götürmək olar. 2 tam 9'da 9'u 4'e bölsəm 2 tam 5'də 4. Bu da 2 tam 5 yerə bölüb 4'ünü götürüblər. Bu da ola bilər. 2 tam 4'də 1. 4'də 1 olsaydı buralara düşərdi. 4'də 1 olsaydı bu deyil onda. 4'də 1 hissə 4 yerə bölüb burada düşərdi. Bu yoxdur. Bax, bu ədədlər var. Bu budur. Bu da budur. 5'də 3. 2 tam da bax, bunu yox. Bu nöqtə var. Bu nöqtə budur. Bu da bax, budur. Bu artıqdır. 3 tam 3'də 1. Bax, budur. Bu budur. 9'u 4'e bölsək 2 tam düşür. 2 tam 4'də 1. 2 tam yoxdur bizim heç bu ədəd oxunda 2 tam yoxdur. Deməli, bu yoxdur. Biri bu yoxdur. 4 tam 5'də 3. 4 tam bu da var. 4 tam 5'də 3 budur. 5 tam 2'də 1. 5 tamdan sonra heç nə götürməyiblər. Bu 6 tam 2'də 1'dir. Bu da yoxdur. 5 tam o birisi hissənin də yarısı. Budur. Yoxdur burada bir nöqtə. 13'ü 2'ye bölsək 12'ni 2'ye bölürük. 6 2'də 1. Bax, bu da budur. Belə. Məsələ verilir burada. Görək, ifadələri qurun. 3'də 12 onunla 3'də 12 ilə 2 tam 5'də 2'nin cəminin hasili. Yəni 1 tam 3'də 2 vurulsun mötərizədə də vurulsun bunların cəminə. 1 tam 3'də 2 üstə gəl 2 tam 5'də 2 bərabərdir. Siz tapacaqsınız bunu uşaqlar. Ədədlərinin cəmi ilə onların fərqinin hasili. Bir dəfə bunları cəmləyirik. 2 tam 6'da 5 üstə gəl 3'də 2 bunların nə idi? Hasili. Digər tərəfdən də fərqi. 2 tam 6'da 5 çıxılsın 3'də 2. Yer qırmızına yazardım. Tünd görünərdi. 3'də 2. Bu da 5. Bunların cəmi ilə 2 tam 6'da 5 ilə 3'də 2'nin bir dəfə cəmini götürmüşəm. Bir dəfə də fərqini. Sonra bunun cavabının hasili. Tapacaqsınız, çətin deyil. Sağıcı südün 5'dəki hissəsini qatıq üçün ayırdı.
Süd 5-də 3 hissəsini ayırıbsa, qalıb burada 5-də 2 hissəsi qalıb. 5-də 5. Tam südümüz 5-də 5-dir. 5-də 3 hissəsi gedib qatıq üçün. Qalıb 5-də 2 hissəsi. 4 qaba bərabər tökdü. Yəni 5-də 2 qalan südü böldü 4 yerə. 4 yerə bərabər tökdü. Hansı hissəsini tökdü südün? Sağıcı hər qaba nə qədər süd töküldü? Bərabərdir. 5-də 2 bölünsün 4 bölünsün 1. Bu da bərabərdir. 5-də 2 vurulsun 4-də 1. Bərabərdir. Düz yazdım, bəli. 2 ilə 4 gedər ixtisara. Yaxud axırda da olar. 2-ni 1-ə vurarıq. 2, 20. Bu da olacaq. 2-yə ixtisar gedəndə 10-da 1. Südün 10-da 1 hissəsini tökdü. Hər qaba 10-da 1 hissə süd töküldü. Var mı görəsən ardıda məsələmizin? Yoxdur uşaqlar, bu qədər. Bunların düzdür cavabını hesabladım. Bunun cavabını tapmaq sizə çətin olmaz. Bunun məxrəcini bərabərləşdirin. 6 eləyin. 6-da 4, 6-da 5 ilə 6-da 4, 6-da 9. 2 tam 6-da 9. O da eləyir 3 tam 2-də 1. 3 tam 2-də 1. Bunu da hesablayırsınız. Ayrıca bunları hesablayın qaralamada. Sonra vurun bir-birinə, burada yazın. Çətin deyil. Siz isə həmişə olduğu kimi bəyənməyin, abunə olmayın, paylaşmayın. Bu qədər.